Millinin və Qarabağın müdafiəçisi Tural Bayramov Şaxtyorun maraq dairəsindədir. Öncədən qeyd edək ki, buraxılışımızı zövqlü insanların seçimi, bir Azərbaycan brendi olan Yara Tekstilin sponsorluğu ilə baxırsınız. Yayda Donetsk klubunun sükan arxasına keçmiş Arda Turan onu öz sərəncamında görmək istəyir. Türkiyəli baş məşqçi Azərbaycanlı cinah oyunçusu ilə bağlı klub rəhbərliyinə raport təqdim edib. O, Bayramovun hələ Eyüpsporu çalışdırdığı vaxt diqqətini çəkdiyini, Şaxtyora gələrsə özünü yaxşı tərəfdən göstərə biləcəyini söyləyib. Arda Turan hesab eləyir ki, Xəzər Lənkəranın yetirməsi böyük potensiala malikdir və 2-3 ilə yüksək qiymətə Avropaya satılması mümkündür. Dinlədiyiniz üçün təşəkkür edirəm. Sportinfo Azda idmanın hər anını sizinlə bölüşməyə davam edəcəyik. Kanala abunə olmağı və fikirlərinizi bizimlə bölüşməyi unutmayın. Növbəti buraxılışlarda görüşənədək.